Bizden ayak kesen güzel, bizden ayak kesen güzel. Dur gel nazlana nazlana, bana nazlana nazlana. Aşıqinlə küsən gözəl, aşıqinlə küsən gözəl. Dur gel nazlana nazlana, xanım nazlana nazlana. Ay qız nazlana nazlana, dur gel nazlana nazlana. Canım nazlana nazlana, xanım nazlana nazlana. Sen gel nazlana nazlana, dur gel nazlana nazlana. Xanım nazlana nazlana, canım nazlana nazlana. Salam, sabahınız xeyir olsun dəyərli izləyicilər. Sabahlarınız xeyir açılsın. Gününüzü gülərlə yeni ekran qarşısına gəldi, yeni evlərinizə. Dolu-dolu musiqi ilə qonaq gəldi. Və gününüz xoş olsun, ruzili, bərəkətli olsun deyirəm. Elə öncə keçirəm qonağımızın təqdimatına. Nə qədər sadalasam da dəyərli izləyicilər bitmir. Gözəl ifası, xeyriyyət tədbirlərində təşkilatçı, jurnalist, aparıcı, hər biri ayrı-ayrılıqda Lətafət İslam qızında birləşib. Lətafət xanım bugün studiyamızın qonağıdır. Lətafət xanım, xoş gəlib, səfa gətirmişsiniz deyirik. Və nə deyirik dəyərli izləyicilər? Gününüzü başladı. O necə başladı? Musiqi ilə, dolu-dolu, maraqlı mövzularla başladı. Və bu qədər bu ənənəmiz davam edəcək. Keçəcəm mətbəximizə. Mən mətbəxdə çayımızı, qəhvəmizi hazır edəcəm. Daha sonra deyə, gülə başlayırıq verilişimizə davam etməyə və bizim tamaşaçılarımızın sualları var. Gülər xanım, mətbəxə çox az keçirsiniz. Yox, az keçmirəm dəyərli izləyicilər. Mən aş bişirəndən sonra sizi inandırım ki, özümü toparlaya bilmirəm. O qədər əziyyət çəkmişdim. Elə aşın da doyumcul yemək olduğu üçün. Düşünürəm ki, sabah gözəl bir yemək hazırlamaq lazımdır və sizlə bölüşəcəyim özəl maskalar var. Təbii ki, bizim dinləyicimiz var, elə güman edirəm ki, də bizi izləyir. Bu saçın uzunluğu ilə bağlı ki, Gülər xanım saçlarınızda necə qulluq edəcək? Elə qulluq vasitələrindən də danışacağım. Mətbəxdə gözəl yemək hazırlayacağım. Lətafət İslam qızda xoş gəlib, səfa gətirmişsiniz deyirik. Sağ olun, minnətdaram. Mən də təşəkkürümü bildirirəm. Yenidən dəyər verib dəvət elədiyiniz üçün minnətdaram. Çox sağ olun, təşəkkür edirik. Onda gəlsin Lətafət xanımın gözəl bir ifası. İfadan sonra çaylı, qəhvəli, gününüzü gülərlə davam edəcək dəyərli izləyicilər. Qanışma, yendim havlu başına, yarım çıktı qanışma. Sevdan əlini bilməzdim, o da gəldi başıma. Sevdan əlini bilməzdim, o da gəldi başıma. Saçları çalışılı qız, getmə bayan sözüm var. Can alır baxışılı qız, mənim səndə gözüm var. Ay saçı sarışılı qız, getmə bayan sözüm var. Can alır baxışılı qız, mənim səndə gözüm var. Cavan ömrüm sürüdü, sənə cavan alırdı. Cavan ömrüm sürüdü, sənə cavan alırdı. Saçlar sarışılı qız, getmə bayan sözüm var. Can alır baxışılı qız, mənim səndə gözüm var. Ay saçı sarışılı qız, getmə bayan sözüm var. Can alır baxışılı qız, mənim səndə gözüm var.
sende gözüm var ay saçı sarışın kız Kekme bayan sözüm var can alır bakışın kız Benim sende gözüm var Saçların sarışın kız Kekme bayan sözüm var can alır bakışın kız Benim sende gözüm var ay saçı sarışın kız Kekme bayan sözüm var can alır bakışın kız Benim sende gözüm var Möhtəşəm, möhtəşəm. Edirəm. Təşəkkür edirik Lətafət xanım. Çox Minnətdaram. sağ olun deyirik. Və dəyərli izləyicilər, növbəti musiqili qonağımız uzaq yoldan gəlib, Cəlilabaddan gəlib Yusif Mustafayevin tələbəsi Bala Yusifi təqdim edirəm sizlərə. Xoş gəlib, səfa gətirmisiniz. Xoş gəlmişsiniz. Səhər-səhər elə Cəlilabaddan bura gəlib çıxmışsınız. Elə ona görə də bizim dəyərli izləyicilər qonağımız biraz gecikib. Deyir Gülər xanım, tıxac olur. Bəli, elə nəticə oldu ki, əsas efirimizin vaxtında, zamanında qonağımızın gəlib çıxmasıdır. Sabahınız necə açılıb, necə başlamışsınız sabaha? Sabaha əhval-ruh yaradır. Maşallah, yaxşıdır. Cəlilabadın havası, dağların ətəyində. Gözəl, bəli. Məskunlaşmışıq. Gözəl Allah. Bütün bölgələrimiz gözəldir. Bütün Azərbaycan, bütün güşələri gözəldir. Elə bütün bölgələrimizi salamlayırıq, salamlarımızı göndəririk. Mən də kanal vasitəsilə bütün tamaşaçılarımızı salamlayıram. Çox sağ olun. Bütün Azərbaycanımızı, xalqımıza gözəl günlər nəsib olsun. Qonağımız Lətafət xanımı salamlayıram. Çox sağ olun. Çox sağ olun. Elə xoş gəlib, səfa gətirmişsiniz. Buyurun, əyləşin sizdə. Dəyərli izləyicilər, bizim doğum günü təbriklərimiz, özəl günləri bizlə bölüşməyiniz hər zaman olduğu kimi aktualdır. Bizə yazırsınız, video görüntüləri göndərirsiniz və biz də efirimiz vasitəsilə sizi efirimizə dəvət edirik, seçirik. Son nəticə olaraq elə məşhur qonaqlarımızla əyləşən simalardan biri də siz olursunuz. Nömrələrimizi xatırladım. 055 482 04 60 012 562 21 23 canlı efir nömrəmizdə əlaqə saxlayın. Fikirlərinizi, suallarınızı qonaqlarımıza ünvanlayın. Sabahlarınız necə açılır? Sabahı tez başlamaq hər adamın işi deyil. Deyirlər, ər adamın işidir. Doğrudan da. Yəni, sabahı gözəl başlamaq, pozitiv enerji ilə başlamaq, hələ də ki, efirə gələndə o xoş əhval-ruhiyyə ilə hazırlanıb gəlmək bir tamaşaçıya böyük hörmətdir, sevgidir. Təbii ki, bizim efirimizdə də həmçinin. Lətafət xanım, sizdə necə başlayıb? Lətafət xanım elə mənlə bərabər efirə gəlmişdi. Bəli, biz tezdən əlaqə saxlayırıq. Necə başlayıb gününüz? Çox gözəl başlayıb. Allah bütün evlatları qorusun. Biz ana olaraq 10 saat 6-dan dururuq. Nə gözəl. İş qadın olaraq da iş başında oluruq. Allah hər birinizi var eləsin. Buradan mənim qızımın ad günüdür, ayın 19-u. Nə gözəl. Həm məzundur. Təbrik edirik, təbrik edirik. Sağ olun, çox sağ olun. Həm də ki, ad günüdür. Bütün ad günü olanları bizi təbrik edirik. Biz də Cəlilabadda bir Mir Sübhan ağamız var. Cəlilabadın Cəfərli kəndindədir. Bu günləri onun da ad günüdür, jubileydir. Biz də efir vasitəsilə salamlayırıq. Hə, laf gözəl. Elə biz bütün doğum günü olan hər kəs salamlayırıq. Artıq burada çaydanımız səs edir ki, bəs hanı qonaqların çayı, qəhvəsi deyir. Mən də elə çayımızı hazırlayım. Bugün çay yox, qonaqlarım yuxudan yaxşı oyansın deyə biz bugün qəhvə ikram edəcəyik qonaqlara. Siz də uzaq yoldan gəlmişsiniz, Lətafət xanım da yuxudan qalxıb qaçıb. Lətafət xanım qızımızın adını reklamlardan sonra qeyd edib efirimiz vasitəsi təbrik edəcəyik. Reklamlara ayrılırıq. Canay tanışlar, cənnətli yurdumuz, canay tanışlar. Canay tanışlar, cənnətli yurdumuz, canay tanışlar.
Cənnətli yurdumuz canay tanışlar. Can 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 canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Can 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 canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Lənkəran aslara düşüb yadıma, Canlaban derişin qurban adına. Lənkəran aslara düşüb yadıma, Canlaban derişin qurban adına. Qurbanam vətənim ocaq oduna, Qurbanam vətənim ocaq oduna. Cənnətli yurdumuz canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Can 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 canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Can 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 canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Bizə bir var, şərəf nişandı, yardımlı maşanlı damar dadandı. Bizə bir var, şərəf nişandı, yardımlı maşanlı damar dadandı. Hər yerdə demişəm, ürəkli candı. Hər yerdə demişəm, ürəkli candı. Cənnətli yurdumuz canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Can 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 canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Can 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 canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Can 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 canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Can 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 canay tanışlar. Cənnətli yurdumuz canay tanışlar. Möhtəşəm, möhtəşəm. Təşəkkür edirik. Programımızın müəllifi Elvin Bağırzadədir, Cəllabaddandır. Musiqi, söz Humay İmran qızına aiddir və bütün cənub bölgəmizi salamlayıram. Astara, Lənkəran, Cəllabad, Leriş, Yardımlı. Salam olsun, eşq olsun. Çox sağ olun, var olun. Çox sağ olun. Buyurun, əyləşin. Bütün cənub bölgəmizi salamlayıb keçirik. Bütün bölgələrimizə gününüzü gülərlə verişindən gözəl-gözəl salamlarımızı göndərir. Yaxşı ki, vardılar deyilir. Bütün bölgələrimizdən də bizi izləyirlər. İstəyirəm Lətafət xanım biraz danışsın ki, bu qədər xeyriyyə tədbirləri, aparıcılıq, jurnalistika, bunlar hamısı bir arada efirlər, məclislər çox olur, toy tədbirlərində də olur. Bunları eyni anda hamısını necə idarə edirsiniz? Çətin olmur sizə? Belə bir misal var. Həm də evdə gözəl anasız eyni anda. Çox sağ olun. Bu arada bir daha qızımı təbrik edirəm. Ana sizə qurbanınız olsun. Doğum gün qızınızın Validə. adı. Validə xanımı da biz təbrik edirik. Validə balanı da təbrik edirik. Çox sağ olun, minnətlər. Məzundur inşallah. Gün o gün olsun ki, universitetə qəbul olan, sayılıb seçilən tələbələrdən olsun, elə tələbə adına layiq görülsün. Doğum günündə təbriklər, doğum gününə gözəl günlər, gözəl ömürlər arzu edirik. Hə, buyurun, danışın, görək. Gülər xanım, belə bir misal var, deyir, məqsədin hara, niyyətin ora. Əslində, niyyətin hara, məqsədin oradır. Aha. Yəni, bəli, hər iki Allah halda bir eyni güc qüvvə verir ki, hər bir ana, şəhidlərimizə Allah rəhmət eləsin. Mən şəhid tədbirlərində çox oluram, qazilərimizə can sağlığı. Yəni, Allah bizə güc verir. Çünki biz xoş niyyətli o işlərlə məşğuluq deyə, Allah bizə güc qüvvət verir ki, davamlı şəkildə biz addımlayırıq bu yolu.
Əlbəttə ki, yəni bax görürsüz, axşam olur, gecə olur, məclislər bitir, gəlirsiniz, səhər efir tədbirləri olur. Onları hamısı həm də evdə anasan, ana olmaq da yəni böyük güc, qüvvə tələb eləyir, eyni anda o böyük sevgi ilə bir yerdə. Çətin olmur sizə? Kömək olan var sizə, yəni kiminsə köməyi var, istər ana, bacı, hər kəsin bir dəstəyi var da. Əlbəttə ki, mən buradan Allah hər kəsə kömək olsun. Anam başladım, ayın 31-də anamın ad günü idi. Təbrik elədik hepiniz vasitəsilə. Bəli, təşəkkürümüzü bildiririk. Əlbəttə ki, insanın arxasında anası varsa, demək böyük bir qüvvədir. Allah bütün anaları qorusun, dünyasını dəyişənlərə də qəni-qəni rəhmət eləsin. Bəli, ana böyük dağdır, böyük qüvvədir və öpürük bütün analarımızın əllərindən qarşısında. Təbii ki, hər zaman dediyim kimi, baş əyri yaxşı ki, valideynlərimiz var. İstər analarımız, istər atalarımız, hər biri var olsun, Allah uzun ömür, can sağlığı versin. Elə keçək, bu Bala Yusif məsələsinə görə, Yusif bəy, bu Bala Yusif hardan gəlir? Bu Yusif Mustafayevin tələbəsi olmaqdan irəli gəlir? Ya uşaqlıqdan qalan bir deyimdir? Gülər xanım, bizdə Cəlilabad rayonunda hələ mənə çoxlu izləyicilər mənə zəng eləyirlər. Sizə niyə Bala Yusif deyirlər? Söz yox, Yusif Mustafayevdən də biz bəhrələnmişik. Yəqin ki, indi izləyicilər bizə baxırlar, bilirlər. Mən Qədir Qızılsəslə bizim bir ifamız var. O bütün, demək olar ki, Respublikadan kənarda da o çox trendə çevrildi. O muğam oxumuşduq biz ondan, Qədir müəllimlə. Bəli. Qədir Qızılsəslə, Allah ömür versin. Biz də efir vasitəsilə salamlayırıq. Bəli, bəli, biz də Qədir bəyə salamlarımızı göndərik, var olsun. Mən sənətdə, mən Cəlilabad oxuyanları ilə nəfəs almışam. Yusuf Mustafayevi mən həmişə gözümdə bir, nətər deyim, bir atribut kimi, gözümdə bir çıraq görmüşəm, bu sənətə gəlmişəm. Və bölgəmizin dilindən danışıram da, ləhcəni dəyişmirəm mən. Bizdə Dədə Yusuf olub, Yusuf Məmmədov. Mənim də familiyam Yusuf Məmmədov. O vaxtları ona, Allah onu rəhmət eləsin, Cəlilabadın Ağdaş kəndindən idi. Ona Dədə Yusuf deyirdilər. Yusuf Mustafayev və Bala Yusuf deyilmişlər o vaxtları, çoxdan. Yusuf bəyə də Bala Yusuf deyilmişlər. Məndən öncə Bala Yusuf Mustafayev olub. Bəli, bəli. Ustadımızı da salamlayırıq, Yusuf müəllimi. Dünənlər telefonla danışırdıq. Dedim ki, bu günləri burada qonaq olacam. Allah ömür versin gözəl sənətkarımıza. Yəni ondan sonra indi sənətdə saç ağardı da o kişi, Allah ona ömür versin. Mən yəni indi bu sənətə gəldim, o Yusuf Məmmədov rəhmətə getdi. Mən sənətə çıxdım, ondan sonra Yusuf əmi dedi ki, day mən dədələşirəm. Hələ sən gəl bala mənim yerimə sən. O ləqəbi artıq sizə verdi ki. O ləqəbi qaldı mənim üstümdə. 15 il olardı, o məni elə toy camiasında tanıyır. Siz daha çox toy bazarında, toy camiasında daha çox tanıyırsınız. Toy camiasında, mən çox 11-ci sinifdə, mən dünənləri danışırdım bu sizin prodüsterlə. Bəli, bəli. Mən 11-ci sinifdə, Respublikada bəlkə də bu işi görən olmuyor. Mən 11-ci sinifdə mən öz diskimi paylamışam öz sinif yoldaşlarıma. 11-ci sinifdə. Səbuhi studiyasında o vaxtlar mənim zapislərim olurdu. Və indi bölgələrdə mən çox tanıyırlar da, izləyicilər, mən deməyə düşməz mənə tanıyırlar. Yox, artıq tanıyırlar, sevilirsiniz, bu toylarda, məclislərdən bilir. Ancaq ona baxmayaraq da mən hər zaman demişəm, bizim ötən verilişimizdə qonaqlarımızla danışırdıq. Siz özünüzü tərifləməsəz, siz özünüzə, siz, biz, hamımız özümüzə qiymət verməsək, bizə heç kimi qiymət verməyəcək, heç kimi tərifləməyəcək. Bəli, sizin o sözlə qüvvət, insan özü-özünə dəyər verməlidir. Bəli, bəli. O dəyəri verməsə, insana kənar bir insanlar da dəyərsiz kimi baxarlar. Bəli, bəli. Allah sizləri qorusun, sizin bu verilişiniz uğurlu olsun. Çox sağ olun. Uzun ömürlü olsun. Biz də indi görək ki, ancaq Cəlilabaddan gələndə Cəlilabad məhsullarından gətirək sizə. Ana, əli boş gəlmişsiniz, o boyda gözəl mənim qızıl zapsım var, torpaqdan. mən buradan çıxıb bir zaps yerinə gedəcəm. Bəli. Bizim Mahmud İsmailov var. Tarifası, ondan bizim zapsımız var. Mən tələskən çıxmışam, inanırsan. Axşam toydan çıxmışam. Bizim qonaqlarımızın hamısı tələssir. Hə, tələssir. Nədir sirri bilmirəm. Bizə yazın görə bizim qonaqlarımız niyə gələndə hər şeyi unudurlar? Niyə gözəl səslərini götürürlər, gəlirlər? Elə deyəsən bizim də efimizdə bəs edir gözəl səsləri, gözəl ifaları və bizə verdikləri dəyər bəs edir. Ancaq uzaq yerlərdən, Cəlilabadda gözəl nemətlərindən də gələndə əli dolu gəlməmək də deyir. Bu səhv Gülər adına bağışlayasınız bizdə. Mənim də qızımın da adı Gülərdir. Bəli, elə qızımızın da öpürəm. Mən Gülər adlarını çox istəyirəm. Çox sağ olun. İndi bilmirəm, indi üzr istəyirəm, övlad var, o adı Gülərdir.
Ona görə Gülər adını çox istəyirəm. Gülər mən üçün tamam başqadır. Gülər Çünki adları. gülərlər şirindir, Hə, gözəldir. siz özünüz də Gülərlər gözəl sevilirlər, xanımsınız. bəli. Allah qorusun Elə Allah sizləri. sizin balanızı da qorusun, Allah bütün balaları qorusun. Salamlayırıq. Bizə baxır. Cəllabat. Baxır, öpürük, gözəl. Bu neçə yaşı var? 3 yaşın içərisinə keçirdi. Ay Hə, maşallah, sağ ay olun. maşallah. Allah saxlasın, Allah xoşbəxt balalardan eləsin deyirik. Deyirəm elə bu sabahın bu vaxtında səsiniz necə vəziyyətdədir? Bir az öncə bizim ifada da hiss etdim. Çox gözəl səsi var bizim qonağımızın. Yusif bəyin bir kiçik bir zümzümə gələ, bir tamaşaçılar da sevir bu canlı ifaları. Baş üstə, gözümüz üstə bizim. Yəni Ay biz nə gözəl. Görürsüz üstə. qonağımız hazırdır elə canlı ifa etməyə. Mikrofon. İstəsəz mikrofonla da Hə, ifa edə mikrofon- bilirsiniz, mikrofonunuz da var. Hə, oxuyaram. Petriçkanız var, narahat olmayın. Allah rəhmət eləsin. Teymur əmini onun mənim Allah repertuarından bir rəhmət dənə eləsin. Ey Sarivan oxuyaram, bir parça oxuyacağam. Bəli, bəli, gözəl. Ey Sarivan, ahəstə get. Aramı canımdır gedən, aramı canımdır gedən. Yar gönlümü almış mənim, ruh rəvanımdır gedən, ruh rəvanımdır gedən, aman aman, bedad aman ey. Mərhəmət et qurban eylə, üzündə ixalə məni. Mərhəmət et qurban eylə, üzündə ixalə məni. Ol sərvə uymuşdur gönlüm, ruh rəvanımdır gedən, ruh rəvanımdır gedən. Aylı gecə sərin külək göysəmən, dörd yanımız ətir saçır yasəmən. Ancaq məni heyrətlərə qərq edən, ancaq məni heyrətlərə qərq edən. Nə çəməndir, nə çiçəkdir, nə çəməndir, nə çiçəkdir. Sən, 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 ay gülüm, sən, 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 sən. Təşəkkürlər, təşəkkürlər. Çox sağ olun. Səsinizə, ürəyinə sağlıq olsun. Bəli, gözəldir əslində. Bəzən deyirik ki, səhərdə səsim oturmadı. Olur, istisna hallar olur ki, bəzən səslərdə olur, kiçik problemlər yaşanır. Ancaq oxuyanda da ki, səhər efirində belə canlı ifa daha çox sevilir. Bizə dəyərli izləyicilərimiz yazsın, görək canlı ifalara daha çox qulaq asırsınız ya fonoqram yazılara. Elə bu məqamda gəlsin Lətafət xanımın gözəl bir ifası, elə ifa ilə gününüzü davam edir. Səsiyəm, səsiyəm, gülüm, səsiyəm, səsiyəm, səsiyəm.
Çəkiləsi dərdim azmı? Mənə çəkən neysəsiyəm? Anam neysəsiyəm? Səsiyəm, səsiyəm. Gülüm neysəsiyəm? Səsiyəm, səsiyəm. Neysəsiyəm, səsiyəm, səsiyəm. Anam neysəsiyəm? Səsiyəm, səsiyəm. Neysəsiyəm, səsiyəm, səsiyəm. Gülüm neysəsiyəm? Səsiyəm, səsiyəm. Neysəsiyəm, səsiyəm, səsiyəm. Anam neysəsiyəm? Səsiyəm, səsiyəm. Gözəl, gözəl, gözəl. Alqışlar. Təşəkkür edirik Lətafət xanım. Otura bilmədim. Belə Mahnı gözəl məni qalxırsın. sabaha, belə gözəl ifalarla başlayanda günümüz də çox Çox gözəl yaxşı. keçir. Pozitiv qonaqlardır da. Hə, bugünkü qonaqlarımız sözün əsl mənası enerjiləri də gözəldir. Kofe üçün də çox sağ olun. Nuş olsun deyirik, bəli. Sözünü baldan kəsim. Buyurun. O qədər elə vaxt olur, o qədər pozitiv çıxırsan, iş başına da getirsən. İnsanı bir o nətər deyim, o Aparıcı artıq edir də, yəni o insandan Mənfi elə bu enerji. əhval-ruhiyyəni qaçırdır. Allah sizdən razı olsun. Mən o qədər bu günləri həqiqətən belə Ya sizin də enerjiniz yaxşıdır. Çox gözəldir. Və bəli, bəli, məsələ nədən ibarətdir dəyərli Lətafət xanımda izləyicilər? gözəl səsi var. Lətafət Allah xanımın qorusun. çox gözəl ürəyi var. Ürəyi İnsan də var, ürəyi Allah gözəl sağ olsun. olanda enerjisi də təmiz olur. Və enerji təmiz oldusa, insanlara artıq pozitiv enerji verirsən, onların əhval-ruhiyyəsini korlamırsan. Bizim onsuz da hər birimizin ayrı-ayrılıqda var bizim sosial həyatımızda, kiçik ya böyük problemlərimiz var, gündəlik həyatda qayğılarımız var. Ancaq biz burada tamaşaçının qarşısına çıxırıqsa, tamaşaçıya biz buradan o negativ və mənfi enerjini verə bilmərik, mümkün deyil. Ümumilikdə mən sevmirəm, həyatda da bu mənfi enerji ilə olan insanları salam verirsən, dayanırsan, artıq dayandın kənarda və bütün problemlərdən danışdı. O deyil axı, o deyil, bizim hər birimizin bir salam verdi, keyfini soruşdu. Negativə yükləyirlər də. Nə qədər insanı yükləyərlər, nə qədər o pis auranı insanlara ötürərsən. Başım ağrıdı, hər zaman deyirəm, hətta bir gün efirimizdə də olmuşdu, tamaşaçılarımız xatırlayar, bizim bir qonağımız var idi. Əslində mən bütün qonaqlarımızı baş tacı edirəm və hər birinin ayrı-ayrılıqda hörmətini saxlayıram. O qədər ağrılarından danışdı, artıq özümü saxlaya bilmədim. Dedim, bir üstünüzə sağlıq. Yəni, səhər efiridir, səhər başlayıb, biz səhər açımız, burada tək mən deyiləm ki, burada yaradıcı heyətimiz var. Bizim burada nə qədər zəhmət çəkən, əziyyət çəkən bizdə insanlar var. Artıq onlara da sən o negativ enerjini ötürürsən. Yəni, ağrıyır, hər kəsin ağrısı var, hər kəsin müəyyən bir özünü narahat edən qayğıları, problemləri var. Yəni, onun lazım deyil ki, istər qonaqlara, istər tamaşaçı, istərsə də aparıcını yükləmək olmaz. Aparıcı da insandır, istər-istəməz. Görürsünüz, Yusuf bəy deyir ki, bəzən o qədər pozitiv enerji ilə efirə çıxıram. Artıq orada mənfi enerjilər başlayır insanı yükləməyə. O da olmaz. İnsan qəlbi gözəl olanda insan enerjisi də yüngül olur. İnsanlara qarşı xoş niyyətin varsa, elə insan hər bir halda, hər bir işi də yaxşı gedir. Yaxşı olur. Son vaxtları nə zaman efirə çıxmısınız Yusuf bəy? Mən son vaxtlar harasa 3-4 ayda çıxmaram mən efirlərə. Hə. Toylarla əlaqədar işlər çoxdur da. Maşallah olsun, hə, toylarım oldu. Ansamblım, burada Kral İnstrumental Ansamblı Cəlilabadında mənim gözəl bir ansambl heyətim var. Ansamblın o gözü bizim dəyərli qardaşımız, Elşən qardaşımız salamlayıram. Ansamblımın rəhbəridir. Gözəl bir ansamblım var Cəlilabadda. Bəli, bəli. Toy şənliklərinə demirlər ki, mən yəni çox yaxşı dəvət alıram. Cənubda demirlər ki, elə bu ustadlardan sonra mən gəlmişəm də indi. Bəli. Yeni kadr kimi. Gündələrdə Allah'a şükür toylar da orada. Elə gəlsin, toylarımız hər zaman var olsun. Elə gəlsin bir gözəl ifa Yusuf bəydən. İfadan sonra mövzularımız, söhbətimiz dolu-dolu davam edəcək. Mən ancaq bu mahnıları ilk dəfə də sizin efirdə səsləndirdim. Elə bizim ilki bizim efir üçündür, musiqilər. Gözəl inşallah. Allah varla səs. Gəlsin gözəl ifamız. Təşəkkür edirəm.
bahar yazı, gözəldi yerişi, gözəldi nazı, bəxtimə yazılan ən gözəl yazı, sən mənim dünyamsan qızım gülərim, ay mənim baharım, yazım gülərim, sən mənim dünyamsan qızım gülərim, ay mənim baharım, yazım gülərim, sən mənim dünyamsan qızım gülərim. Qorusun yaradan gözdən nəzərdən, gözəlsən maşallah min bir gözəldən, bala Yusif deyil sənə əzəldən, sən mənim dünyamsan qızım gülərim. Qorusun yaradan gözdən nəzərdən, gözəlsən maşallah min bir gözəldən, bala Yusif deyil sənə əzəldən, sən mənim dünyamsan qızım gülərim. Ay mənim baharım, yazım gülərim, sən mənim dünyamsan qızım gülərim. Ay mənim baharım, yazım gülərim, sən mənim dünyamsan qızım gülərim. Evimin nəşəsi, gülən üzümsən, sən mənim nəfəsim, görən gözümsən, şəkərim, balımsan, şirin sözümsən, sən mənim dünyamsan, qızım gülərim. Evimin nəşəsi, gülən üzümsən, sən mənim nəfəsim, görən gözümsən, şəkərim, balımsan, şirin sözümsən, sən mənim dünyamsan, qızım gülərim. Ay mənim baharım, yazım gülərim, sən mənim dünyamsan, qızım gülərim. Ay mənim baharım, yazım gülərim, sən mənim dünyamsan, qızım gülərim. Ay mənim baharım, yazım gülərim, sən mənim dünyamsan, qızım gülərim. Ay mənim baharım, yazım gülərim, sən mənim dünyamsan, qızım gülərim. Sən mənim dünyamsan, qızım gülərim, sən mənim dünyamsan, qızım gülərim. Bəli, başladıq. Gözəl ifa, gözəl reklamlarımız hər zaman olduğu kimi və bizim maraqlı, dolu-dolu, sevgi dolu efirimiz. Gülərin mahnısında ifası gəldi. Qızım Gülərə də və sizə həsr olunur bu günləri. Çox gözəl ifadır. Bütün Gülərləri salamlayıram. Balaca balaların əllərindən öpürəm. Hə, danışın görün. Lətafət xanım deyir ki, reklam arasında artıq bizdən bir gözəl duet gəlir. Danışın görün, harada oldu bu duet sevdası? Kimdən ilk təklif gəldi? Gülər xanım, ikimizdən də daha doğrusu bizdə o enerji var da, insanda o pozitiv enerji var, insana bir-birini ötürülmək. Hələ mən gördüm, maşallah olsun, Lətafət xanımın səsi, nə şirin səs, nə gözəl səs, nə ürəyi şirin. Hələ o, mən heç vaxt durmazdım bəlkə də, elə çox insana. Sadəcə o mahnı məni özü qalxızdı, o səs qalxızdı mənə. Bəli, bəli. Çox gözəl, Lətafət xanım çox istedadlı xanımdır, bəli. Tembrləri var, səs rəngi var. Oxşar rəng olmamalıdır, o qədər ifasılar var. Məsələn, bax, indi bizi baxırlar, izləyirlər, çox ifasılarda deyər bunu məndən də sonra. Məsələn, baxırsan ki, səsin o nə qədər oxusa, o tutuzdura bilmir. O rəngi yoxdur, rəng yoxdur da, rəng yoxdur. Axarlıq yoxdur səsdə. Məsələn, o eşidiləndə bilməlisən ki, məsələn, Lətafət xanımın səsidir, ya Bala Yusufun səsidir, ya kimin səsidir. O hiss olunmalıdır, özünə məxsus olmalıdır. Bəli, bəli. İnşallah bizim söz verdiyi bu efirdə bir duetlə bizi çağıracaqsınız. Onda tez zamanda bir gözəl duet gəlsin.
Deməli, Yusif bəy, nə olub? Keçən səfər Lətafət xanım paylaşım edib, bir gözəl, böyük tədbirdir, el şənlidir, el xalqımıza hər zaman toy qismət olsun, evlərdən toy səsi gəlsin. Baxıram, toy çox gözəl aparıcılıq edir toyda. Deyirəm, ay Lətafət xanım, işimizi də əlimizdən alırsınız. Artıq musiqi var, təşkilatçılıq var, aparıcılıq hardan çıxdı? İmkan verin, biz də gedək toylarımızı aparaq. Deyir, Gülər xanım, o müğənni kimi gəlmişdim, dedim, kömək eləyim. Aparıcı məsələsinə nəsə bir kiçik problem yaranmışdı toyda. Deyir, istədim elə kömək eləyim, deyim elə bunu da aparım toyda. Baxdım, o qədər də gözəl toy aparır. Yusuf Mustafayev hələm bəyənmir, o sənətkarımız Yusuf müəllimdən çox toylarda olurlar. Yusuf müəllim də həmişə deyirlər ki, Cəlib bölgəsində deyirlər, toy qrubu yaran rəhmətli Sabir Əliyev, Yusuf Mustafayev. Bunlar toy adamılar, bunlar toyxanaya girirlər, Teymur Əmir. Bunlar toyxana adamlar, bunlar toya gir, sinirlər, bunların səsləri işləsə də, işləməsə də bunlar toyda sözlərini deyirlər. O qədər gözəl olur toy. Toyun bitmək istəmir, insanlar nə qədər... Və o kişi də bu Lətafət xanımı bəyənibsə, bizim indidən borcumuzdur ki, biz bəyənməyək. Biz bəyənmək də bizim də borcumuzdur, gözəl gəlsin. Lətafət xanımın xətrini haqlı da bəyənir. Nə yeniliklər var Lətafət xanım? Qısa elə istəyərəm, eşidim sizdə. Möhtəşəm bir yenə tədbirim var, dövlət səviyyəli. Özünüz bilirsiniz ki, mən tədbirlərdə çox oluram. Bir də diyet səs verdik. Gözəl, gözəl elə uğurlarınız davamlı olsun deyirik. Gəlsin. Bizim Tahirə xanımdan soruşuq, görək Tahirə xanım çox uzun, çox gözəl saçları var. Tamaşaçılarımız hər zaman saç maskasını istəyir. Vaxtımız var, deyə bilirik Tahirə xanım. Onda sabah deyəcəyik, biz sabah efirimizdə, əlinizdə hər zaman mənim olduğu kimi qələminiz, kağızınız əlinizdə olsun. Çünki çox gözəl saç və üz maskaları təbii ki, özümüzün sınaqdan keçirdib istifadə etdiklərimiz. Qonaqlarımıza təşəkkür edim, çox sağ olun, var olun deyirəm. Təşəkkür demişkən, təşəkkür məqamına çatmışkən, Əntiqə xanıma da təşəkkür edim. Hər zaman əziyyətimizi çəkir, bu gözəl geyimləri gətirir. Əntiqə xanım bugünkü bu gözəl, möhtəşəm geyim Yeni Lady Club. Baxın, dəyərli izləyicilər, bütün xanımlarımızın qaldirobunda olacaq geyimdir. O geyimdir ki, bütün məclislərə götürdün, geyindin, tələsik bizim kimi tələsən xanımlara. Təbii ki, geyin qaç deyirəm mən belə gözəl geyimlərə. Geyindin, keçindin və bütün tədbiri istər aparıcı, istər müğənni, istərsə də qonaq kimi idarə edib sona qədər çatdırmaq olur bu gözəl geyimlərlə. Lady Club-a təşəkkür edirəm. Təşəkkürlər Lady Club belə gözəl geyimlər üçün. Sonda bir gözəl ifa olacaq. Bugün mən dediyim kimi, dedim axı sizi doya-doya musiqi ilə baş-başa buraxacağam. Təşəkkür edirəm. Çox sağ olun. Biz gözəl bir musiqimiz gəlsin. Təbii ki, Bala Yusifdən sonda bir gözəl musiqi gəlir. Sağ olun dəyərli izləyicilər. Sabaha qədər deyirəm.
ki açılan sol düşünen bir beyim bir torpağa bir de görürsen ki açılan sol düşünen bir beyim bir torpağa bir yanan boşalır bir yanan dolar biz geldik gederik sen yaşa dünya kimine şirin kimine acı kimine şirin o dünya kimine şirin kimine acı kimine şirin o dünya kimine şirin kimine acı kimine şirin